Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib. Sanksiyalar paketinə enerji, maliyyə xidmətləri və ticarət sahələri daxil olunub. Enerji sahəsindəki sanksiyalara Rusiya xam nefti üçün tam dəniz xidmətləri qadağasının tətbiqi, kölgə donanmasına daha 43 gəminin əlavə olunması və mayeləşdirilmiş təbii qaz tədarük edən tankerlərlə buzqıranlara texniki xidmətin məhdudlaşdırılması aiddir. Maliyyə sahəsində isə regional bankların sanksiya siyahısına salınması, kriptovalyuta vasitəsilə yayınmaq kanallarına qarşı tədbirlərin genişləndirilməsi planlaşdırılır. Rusiyanın əlavə 20 regional bankı sanksiya siyahısına salınır. İkincisi isə son dövrlərdə öz inamını itirsə də belə sanksiyalardan yayınmaq kanalı kimi istifadə olunan kriptovalyuta platformaları və bu platformalarda ticarət edən şirkətlər və birjalara qarşı sanksiyalar tətbiq olunacaq. Paketə sanksiyalardan yayınmağa qarşı ilk dəfə əks tədbirlər alətinin aktivləşdirilməsi də salınıb. Bu sanksiyalarda həmçinin də belə deyək, anti-circumvention tool, yəni əks tədbirlər aləti də nəzərdə tutulur. Deməli, burada bu ölkələrə rəqəmsal idarəetməli dəzgahlar və radio avadanlıqlar kimi həssas ikili istifadəli malların ixracı qadağan edilir. Əsas məqsəd odur ki, bu malların üçüncü ölkələrə satıldıqdan sonra onların Rusiyaya yönləndirilməsinin deməli, həmçinin qarşısı alınsın və Rusiyanın hərbi sənaye kompleksi və texnoloji sektorunda bu məhsullara çıxışı dayandırılsın. Avropa Komissiyasının məlumatında sanksiyaların təsirinin artıq hiss olunduğu, Rusiyanın neft-qaz gəlirlərinin 2025-ci ildə 24% azalaraq son 5 ilin ən aşağı səviyyəsinə düşdüyü, faiz dərəcələrinin 16% səviyyəsində qaldığı, inflyasiyanın isə yüksək olduğu bildirilib. Komissiya üzv dövlətləri yeni sanksiyaları sürətlə təsdiqləməyə çağıraraq bu addımın müharibənin 4-cü ilində güclü siqnal ola biləcəyini vurğulayıb. Elnurə Hüseynli, Ramilə İsayeva, ASTV İqtisadiyyat.